Work. Bir sürelik stop. İlk defədir bu cür aşk yok canım, iş var. Söz verdim ki bu il dayanmayacağım. O gün o təbriki ondan aldım. Bu mənim üçün doğrudan da özəl bir təbrik. Bu mənim təbrik üçün səsləndirdiyim 7-ci kameradır. Amma buna baxmayaraq səni yenə təbrik edirəm. Videoya keçməzdən öncə bu cür videoların davamının gəlməyini istəyirsinizsə, videonu bəyənməyi və bildiriş butonunu açmağı unutmayın. Müğənni Ayan Babakişiyeva sənət dostlarını ətrafına toplayıb özünə ilk dəfə ad günü keçirtdi. Həyatımda ilk kəz pressayla və sənətçi dostlarımla bərabər ilk dəfədir bu cür özəl gün. Babakişiyeva deyir ki, bol enerji ilə yeniliklər edəcəm. Bu il mənim ilim. İlan ilidir. Özümə il başlayanda ilk gün söz verdim ki bu il dayanmayacağım. Çünki bir neçə il belə deyək də ara fasilələr verdim və düşündüm ki artıq yetər. Çünki zamanında ilk attığım addımlarda dayanmadan sərasər çalışırdım və o enerjini yenidən özümdə topladım və bu il başladım. Düşünürəm ki uğurla başlamışıq. İl başlayandan artıq 3-cü layihəmizi təqdim etdik. Hətta iş o yerə gəlib çatıb ki, müğənni sevgi qapısını bir müddətlik bağlayıb. Ümumiyyətlə bağlamadım aşk qapılarını. Sadəcə bir sürəlik stop. Çünki iş var. Aşk yok canım, iş var. Work. Yaxşı, gələk əsas məsələ ad gününə. İlk təbriki kimdən aldınız? İlk təbrik, ilk hədiyyə mənim qızımdan gəldi. Çox sadə bir belə deyək də açıqlama yazmışdı. Yəni bir təbrik yazmışdı və şəkil çəkmişdi. İlk təbrik ondan oldu. Yəni çünki mənim ad günüm aprelin 12-sidir. Və o gün o təbriki ondan aldım. Bu mənim üçün doğrudan da özəl bir təbrik idi və mənim qardaşım gəldi İstanbuldan. Neçə ildən sonra biz bərabər ad günü keçirtdik. Yeri gəlmişkən Ayan Babakişiyeva ad günündə necədir sənin üçün adlı mahnısına çəkilmiş klipini də təqdim etdi. Bağça bağın var sənin, bu dünyanın var sənin, gözün doya var sənin, necədir sənin üçün? Show biznes nümayəndələri Maqazin Plus kamerası vasitəsilə günün səbəbkarını xüsusi təbrik etdilər. Can, təbrik edirəm. Ayan, sənə can sağlığı arzu edirəm. Qızının toyuna gəlim, qızının xınasını aparım inşallah. Sənə nə istəyirsən, hamısı sənə Rəbbim tərəfindən nəsib olsun. Mənim gözəlimin ad günüdür, mənim Ayanımın ad günüdür. Ayan çox yaxşı qızdır, gözəl müğənnidir. Ürəkdən təbrik edirəm. Ona yeni xitlər arzulayıram, çünki insanlar ondan gözləyir. Ayanım, səni təbrik edirəm. Bu mənim təbrik üçün səsləndirdiyim 7-ci kameradır. Amma buna baxmayaraq səni yenə təbrik edirəm. Çünki bütün kanallara müsahibə vermişəm və dolu müsahibə vermişəm və Allah şahidim olsun ürəkdən gələn sözlərimi demişəm. Səni çox sevirəm, çox öpürəm. Kərim, xoş gördük. Necəsiz? Təşəkkür, siz necəsiz? Biz də yaxşıyıq, təşəkkür edirik. Bugün çox özəl görsənirsiniz və deyərdim ki, günün səbəbkarı ilə eyni parıltılar, eyni libasa bənzərlik gördüm burada. Get maşından o birisi pəncəyi, gətir pəncəyimizi deyişək. Niyə dəyişirsiniz? Nə oldu ki? Günün də səbəbkarı ilə bir yerdə görsənməyək də. Niyə görsənməyək? İşdə olamayaq da. Yəni eyni olmayaq. Deyişək. Lazım dəyişməyə. Nə baxarıq da. Dəyişəsiz. Ayan, təbrik edirəm. Doğum günün mübarək. Allah səni qorusun. Yaşın üstünə gözəllik gəldi. Uğurların bol olsun, maçı yengəm səni. Ona xoşbəxtlik arzulayıram. Bu gözəl günü təbrik edirəm. Ona səadət arzulayıram. Balasının xoş günü görməyi arzulayıram. Onun səadətli günlərini görməyi arzulayıram. Zərif qəlbində həmişə sevinc olsun, həmişə sevgi olsun. Ayan xanımla düzdür işbirliyimiz olmasa da, amma enerji dolu bir xanımdır. Onun enerjisi hər zaman onun sosial şəbəkələrdəki olan parodiyası ilə bilirəm ki, onun artıq iç dünyası nədir. Təbrik edirəm. Sənətdə hər zaman istədiyi zirvəyə nail olsun. Hər zaman desin, gülsün.
sevənlərini yeni layihələrinə sevindirsin. Öpürəm Ayan səni. Work. Bir sürəlik stop. İlk dəfədir bu cür aşk yok canım, iş var. Söz verdim ki, bu il dayanmayacağım. O gün o təbriki ondan aldım. Bu mənim üçün doğrudan da özəl bir təbrik. Bu mənim təbrik üçün səsləndirdiyim 7-ci kameradır. Amma buna baxmayaraq səni yenə təbrik edirəm. Müğənni Ayan Babakişiyeva sənət dostlarını ətrafına toplayıb özünə ilk dəfə ad günü keçirtdi. Həyatımda ilk kəz pressayla və sənətçi dostlarımla bərabər ilk dəfədir bu cür özəl gün. Babakişiyeva deyir ki, bol enerji ilə yeniliklər edəcəm. Bu il mənim ilimdir. İlan ilidir. Özümə il başlayanda ilk gün söz verdim ki, bu il dayanmayacağım. Çünki bir neçə il belə deyək də ara fasilələr verdim və düşündüm ki, artıq yetər. Çünki zamanında ilk attığım addımlarda dayanmadan sərasər çalışırdım və o enerjini yenidən özümdə topladım və bu il başladım. Düşünürəm ki, uğurla başlamışıq. İl başlayandan artıq 3-cü layihəmizi təqdim etdik. Hətta iş o yerə gəlib çatıb ki, müğənni sevgi qapısını bir müddətlik bağlayıb. Ümumiyyətlə bağlamadım aşk qapılarını. Sadəcə bir sürəlik stop. Çünki iş var. Aşk yok canım, iş var. Work. Yaxşı, gələk əsas məsələ ad gününə. İlk təbriki kimdən aldınız? İlk təbrik, ilk hədiyyə mənim qızımdan gəldi. Çox sadə bir belə deyək də açıqlama yazmışdı, yəni bir təbrik yazmışdı və şəkil çəkmişdi. İlk təbrik ondan oldu. Yəni çünki mənim ad günüm aprelin 12-sidir. Və o gün o təbriki ondan aldım. Bu mənim üçün doğrudan da özəl bir təbrik idi və mənim qardaşım gəldi İstanbuldan. Neçə ildən sonra biz bərabər ad günü keçirtdik. Yeri gəlmişkən Ayan Babakişiyeva ad günündə necədir sənin üçün adlı mahnısına çəkilmiş klipini də təqdim etdi. Bağça bağın var səni, bu dünyanın var səni, gözün doya var səni, necədir sənin üçün. Show biznes nümayəndələri Maqazin Plus kamerası vasitəsilə günün səbəbkarını xüsusi təbrik etdilər. Can, təbrik edirəm. Ayan, sənə can sağlığı arzu edirəm. Qızının toyuna gəlim, qızının xınasını aparım inşallah. Sənə nə istəyirsən, hamısı sənə Rəbbim tərəfindən nəsib olsun. Mənim gözəlimin ad günüdür, mənim Ayanımın ad günüdür. Ayan çox yaxşı qızdır, gözəl müğənnidir. Ürəkdən təbrik edirəm. Ona yeni xitlər arzulayıram, çünki insanlar ondan gözləyir. Ayanım, səni təbrik edirəm. Bu mənim təbrik üçün səsləndirdiyim 7-ci kameradır. Amma buna baxmayaraq səni yenə təbrik edirəm. Çünki bütün kanallara müsahibə vermişəm və dolu müsahibə vermişəm və Allah şahidim olsun ürəkdən gələn sözlərimi demişəm. Səni çox sevirəm, çox öpürəm. Kərim, xoş gördük. Necəsiz? Təşəkkür, siz necəsiz? Biz də yaxşıyıq, təşəkkür edirik. Bugün çox özəl görsənirsiniz və deyərdim ki, günün səbəbkarı ilə eyni parıltılar, eyni libasa bənzərlik gördüm burada. Get maşından o birisi pəncəyi, gətir pəncəyimizi deyişək. Niyə dəyişirsiniz? Nə oldu ki? Günün də səbəbkarı ilə bir yerdə görsənməyək də. Niyə görsənməyək? Pişdə olamayaq da. Yəni eyni olmayaq. Deyişək. Lazım dəyişməyə. Nə baxarıq da. Dəyişəsiz. Ayan, təbrik edirəm. Doğum günün mübarək. Allah səni qorusun. Yaşın üstünə gözəllik gəldi. Uğurların bol olsun, maçı yengəm səni. Ona xoşbəxtlik arzulayıram. Bu gözəl günü təbrik edirəm. Ona səadət arzulayıram. Balasının xoş gününü görməyi arzulayıram. Onun səadətli günlərini görməyi arzulayıram. Zərif qəlbində həmişə sevinc olsun, həmişə sevgi olsun. Ayan xanımla düzdür işbirliyimiz olmasa da, amma enerji dolu bir xanımdır. Onun enerjisi hər zaman onun sosial şəbəkələrdəki olan parodiyası ilə bilirəm ki, onun artıq iç dünyası nədir. Təbrik edirəm. Sənətdə hər zaman istədiyi zirvəyə nail olsun. Hər zaman desin, gülsün. Sevənlərini yeni layihələrinə sevindirsin. Öpürəm Ayan səni.